Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 13 apreldən 20 aprelə doğru nələr gözləyir? Balıqlardan başlayanda balıqlar bu həftə biraz yüklü həftə olacaq. Həm addımlarınız çox zəif olacaq, həm də atdığınız hərəkətlərin ümid verici şansı olmadığı üçün qərarsızlığa düşüb balansınızı itirəcəyiniz bir nüans olacaq. Bilirsiniz necə olacaqsınız? Aldığınız pullar, gedişatınız, stabilliyiniz, beyninizin düşüncələrin qərarlılığı istədiyiniz şəkildə sizi bu həftə qane etməyəcək. Bacarırsınız bu həftə çox tələsməyin, hər şeyi çox düşünün, dəngəsizlik seçim qarşısında qalıb səhv addım atmağa çalışmayın. Çünki maddisal itkiləriniz çoxdur, qarşınızda olan gedişatda bloklar, zamanla belə deyim də mübarizənizdə uduzmuş bir formada olacaqsınız. Şəxsi həyatına qədər ümumiyyətlə girmək istəmirəm, çünki sizin şəxsi həyatına qədər gedişatınızda soyuqluq normadan çoxdur. Amma ümumi maddisal olaraq özünüzü gücləndirməklə əlaqədar şanslarınızı qabağa çəkib gücləndirə bilərsiniz. Yükləriniz çox olmasından da əlavə zamanın sizi gecikdirməsi sizin psixolojik olaraq yaddaş, belə deyim də yuxu enerjilərinizi də bloklaya bilər. Bunlara fikir verin. Ümumi balıqlar 68-67% qədər həftənizi uğurlu edə bilərsiniz. Xərçənglərə gələndə isə xərçənglər o çoxdan da qaldığınız bir qəribə bir blokaj var. Ondan çıxacaqsınız. Stabilliyi qurmağa çalışacaqsınız. Söz haqqınızı bərpa edəcəksiniz. Azadlığınızı, o qəfəsdə qaldığınız nüanslardan sosiallığınızı bərpa edib çox yerlərə doğru addım və hərəkətləri atmağı bacaracaqsınız. Ümumi dəyərləndirsək çox emosionalsınız. Yəni hər bir söz, hər bir kəlmə xərçənglər sizin qəlbinizə dəyə bilər, sizi yarımçıqlatdıra bilər və şansınızı, özünüzü qabağa çəkməklə əlaqədar olaraq bir balaca şübhədə də, güvənsizlikdə də olacaqsınız. Gözəl həftədir. Qəfəsinizdən çıxmısınız demək, idarənizi, gücünüzdə bərpa edəcəksiniz və ola bilər xərçənglər həftənin sonlarına doğru yeni bir tanışlıq şansı yaransın. Düzdür, uğurlu bir şans deyil, amma flört enerjisini aktivləşdirə bilərsiniz. 78%-ə qədər xərçənglər həftənizi uğurlu edə bilərsiniz. Ən çox da xərçəng kişiləri maddisalla bağlı cümə günündən başlayaraq şanslar hiss edəcəksiniz. Əqrəblər yalanın içindəsiniz. Bilirsiniz nə deməkdir? Sizə doğru danışdığınız ya sizin yalanlarınız, ya sizin ətrafınızda o qədər hər şey şişirdilmiş, böyüdülmüş, maskalanmış formadadır ki, sanki belə deyim də balaca uşaq kimi sizi aldatmağa çalışacaqlar. Hər şey dəyişmiş formada yanaşmağa çalışacaqlar və sizin şəxsi həyatla yaşadığınız, ətrafla yaşadığınız problemlər maddisal gücünüzü zəiflədəcək. Maddisal gücünüzü zəiflədəcək, amma maddi şansınız çox güclü bir şəkildə olacaq. Evlilik, şəxsiyyətlə, ailə ilə bağlı verəcəyiniz qərarlar hamısı yanlış qərarlardır. Yəni, bu həftə hansısa bir qərar, görüş, güclənmə etməyinizin mənası yoxdur. Bir balaca oturub analiz etməlisiniz, danışan insanların sözlərini analiz etməlisiniz, qeydlər aparmalısınız, boşluqları doldurmağa çalışmalısınız, ən çox da valideynlərinizlə. Çünki əqrəblər valideynlərlə əlaqədar bu həftə narahatçılıqlarınız çox olacaq, onları düzəltməyə çalışın. Axşamlar da bacardığınız qədər özünüzü qidalandırmağa çalışın enerjinə. Çünki boşluğunuz, bədəninizin yorğunluğu normadan çoxdur. Ümumi dəyərləndirsək, xoşuma gəlmədi. 66%-ə qədər həftənizi əqrəblər uğurlu edə bilərsiniz.